Aparıcı Zaur Kamal, şair Cığatel İsaqızı və övladı Leyla Camalın oğlu Bartunun suallarına ədəbsizlik adlandırmasına cavab verib. Aparıcı axşamazı açıqlamasında oğlunun müdafiə edib və onların inciməsini yersiz adlandırıb. Zaur bildirib ki, sualları redaktorlar tərtib edir. Cığatel yox, qızı Leyla xanım narazılıq edib. Əgər narazı idisə, deyərdi görüntünü efirdən çıxardardıq. Efir 10 dəqiqə gecikmə ilə yayımlanır. Adi hər bir aparıcının verə biləcəyi suallardır. Burada ədəbsiz xətrinə dəyən nə olub? Burada normal suallar idi. Cığatel xanım elə bildi ki, onu sevməyən kimsə sualları bizə göndərib. Onu istəməyənlər var, onu qıcıqlandıran sual yox idi. Redaktorlar sualları tərtib edir, Bartu da onları oxuyur. Evinin yanmasıdır ki, hər yerdə özü danışıb. Həyat yoldaşı haqda da danışıb. 30 ilin aparıcısıyam. Burada sənətkarın, sənətçinin xətrinə dəyəcək nəsə yoxdur. Zaur şairin kirayədə yaşaması haqda deyilənlərdən inciməsinə isə belə reaksiya verib. Kirayə söhbəti xətrinə dəyib. Mən də 10 il kirayə qalmışam. Keçmişimlə fəxr edirəm. Utanmıram, yaddan çıxartmıram. Hamı kirayə qala bilər. İndi kirayə qalan insanlar var. Qeyd edək ki, həmin Zaur verilişində Zaur Kamalın oğlu şairə gənc yaşında həyat yoldaşını itirən Cığatel xanım ikinci dəfə ailə qurmaq haqqında düşünüb, nəvə itkisi yaşadınız, heç yuxularınıza gəlib sizdən nəsə istəyir, kirayədə yaşamısınız suallarına ünvanlayıb. Şairin qızı Leyla Camal öz aramızda proqramında anasının həmin proqramdan sonra pis olduğunu, səhərə qədər ağladığını deyib. Cığatel xanıma uyğun olmayan böyüklüyünə yaraşmayan suallar ünvanladılar. Çox hörmətsizlik etdilər. Ədəbsizlik idi, bəlkə sifarişlə oldu. Oradan qayıdandan sonra anam səhər saat 5-ə qədər ağladı. Keçmişində yaşadığı əziyyətli günlərlə onu vurdular. Körpə uşağın əlinə sual veriblər. Anam Süleyman dünyasını dəyişəndə ağladığı kimi ağladı. Əməkdar artist Coşqun Rəhimovun işlətdiyi telefon nömrəsinin qiyməti hamını təəccübləndirib. Aktyor efirdən kənar proqramında qonaq olan zaman aparıcı, telefon nömrəniz xüsusi bir rəqəmlərdən ibarətdir və Azərbaycanda satılmır. Satılanda isə fantastik qiymətdir. Hazırda qiyməti 25-30 min manatdır, maşın nömrəniz isə xüsusidir, sözlərini deyib. Bunu təsdiqləyən Coşqun Rəhimov, bunlar hədiyyə və təsadüfdür, buna köklənməmişəm. Hobbi sonradan xəstəliyə çevrilir, olmayanda insan başlayır aqressiv olmağa. Hansısa yaş dövrünə kimi hobbim olub sözlərini əlavə edib.